hörmətli müəllimlərimiz, əziz sinif yoldaşlarım və dəyərli dinləyicilər. Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışına xoş gəlmişsiniz. Mən 8A sinif şagirdi Milana Ağayeva mikrofon arxasındayam və sizə çox vacib, həm də həyatımız üçün həyati önəm daşıyan bir mövzunu çatdırmaq istəyirəm. Bugünkü verilişimizin mövzusu olduqca ciddi və aktualdır. Narkomaniya, əsrin bəlası, erkən nikah və zərərli vərdişlərə yox deyək. Bu çıxışımızda yalnız problemləri təqdim etməyəcəyik, həm də onların qarşısını alma yollarını, elmi analizləri, statistikaları, real həyat nümunələrini və ümidverici mesajları sizə çatdıracağıq. Məqsədimiz hər bir gənc üçün həm maarifləndirici, həm də ilham verici olmaqdır. Narkomaniya təkcə fərdi sağlamlığı deyil, həm də ailə mühitini, təhsil prosesini və cəmiyyətin inkişafını təhlükəyə atır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il milyonlarla insan narkotik vasitələrin zərərli təsirindən əziyyət çəkir. Bu təsir yalnız fiziki sağlamlıqla məhdudlaşmır, psixoloji vəziyyətə, sosial münasibətlərə və ailə həyatına da mənfi təsir göstərir. Gənclər arasında narkotik xəstələrdən istifadənin yayılması, xüsusilə 15-24 yaş arası şəxslərdə həyatın ən formalaşma mərhələsində ciddi problemlərə səbəb olur. Azərbaycanda aparılan araşdırmalar göstərir ki, gənclərin 10-15% həyatlarının bir dövründə narkotik maddələrə yaxınlıq göstərir. Bu isə təhsil prosesində fasilələr, şəxsi inkişafın azalması və sosial çevrədən uzaqlaşma ilə nəticələnir. Beyin inkişafına toxunaq. Narkotik maddələr beyində dopamin sisteminə təsir göstərir. Bu da asıllıq yaradır və davranışları dəyişdirir. İlk dəfə istifadə edən şəxs özünü güclü və azad hiss etsə də, zamanla bu asıllıq bütün həyatına hökm edir. Fiziki sağlamlıq pozulur, sinir sistemi zədələnir, yaddaş və öyrənmə qabiliyyəti ciddi şəkildə azalır. Erkən nikah sosial və iqtisadi baxımdan gənclərin inkişafına mane olur. Təhsildən kənarda qalan gənclər şəxsi inkişaf və özünü müdafiə imkanlarını itirir. Psixoloji çətinliklərlə üzləşirlər. Statistik məlumatlar göstərir ki, erkən yaşda evlənən gənclərin 70%-i həyat keyfiyyətində ciddi çətinliklərlə üzləşir, sosial münasibətləri məhdudlaşır və depressiya riski artır. Erkən nikah və narkomaniya arasında birbaşa əlaqə də mövcuddur. Təhsildən və sosial dəstəkdən uzaq olan gənclər həyatın çətinliklərini düzgün qiymətləndirməyi bacarmadıqları üçün zərərli vərdişlərə yönələ bilirlər. Bu səbəbdən erkən nikahın qarşısını almaq, gəncləri maarifləndirmək və onları həyatın düzgün seçimlərini istiqamətləndirmək həyati vacibdir. Zərərli vərdişlər yalnız narkotiklə məhdudlaşmır. Siqaret, alkoqol və digər bağımlılıq yaradan maddələr də gənclərin fiziki və ruhi sağlamlığına ciddi təsir göstərir. Beyin inkişafı tamamlanmayan yaşlarda bu vərdişlər öyrənmə qabiliyyətini zəiflədir, psixoloji problemləri artırır və sosial münasibətlərin pozulmasına səbəb olur. Araşdırmalar göstərir ki, zərərli vərdişlərə erkən yaşda başlayan şəxslərin gələcəkdə riskli davranışlara meyli daha yüksək olur. Bu isə yalnız fərdi deyil, həm də cəmiyyət üçün ciddi problemlərə çevrilir. Gəlin qısa bir hekayə ilə mövzunu daha canlı edək. 17 yaşlı Elçin məktəbdə nümunəvi şagirdidir. İdmanla məşğul olur və sosial fəaliyyətlərdə aktiv iştirak edirdi. Lakin dostlarının təsiri ilə bir dəfə narkotik maddə sınağı etdi. İlk dəfə olduğunu düşündü. Amma bu qərar onun həyatını tamamilə dəyişdirdi. Məktəbə davamiyyəti azaldı, dostlarından uzaqlaşdı, psixoloji vəziyyəti pisləşdi və idmandan kənar qaldı. Bu hekayə göstərir ki, gənc yaşlarında verilən qərarlar həyatımızın istiqamətini müəyyən edir. Başqa bir nümunədə 16 yaşlı Aysel erkən nikah üçün təzyiq altında idi. Valideynləri onun ailə həyatı qurmasını istəsələr də, Aysel məktəbdə qalmaq və təhsilini davam etdirmək qərarı verdi. Bu qərar onun şəxsiyyətinin formalaşmasına, sosial və psixoloji inkişafına imkan yaratdı.
və gələcəkdə daha sağlam və məqsədyönlü həyat qurdu. Narkotik maddələr yalnız psixoloji deyil, həm də tibbi baxımdan böyük zərər verir. Onlar sinir sisteminə, qan dövranına və daxili orqanlara mənfi təsir göstərir. Beyindəki kimyəvi balans pozulur. Bu isə davranışların dəyişməsinə, depressiya və anksiyetə hallarının yaranmasına gətirib çıxarır. Həmçinin uzun müddətli istifadə insanın həyat müddətini qısaldır, immun sistemini zəiflədir və müxtəlif xəstəliklərə yol açır. Psixoloqlar bildirirlər ki, gənclər arasında narkotik və zərərli vərdişlərin yayılmasının əsas səbəblərindən biri də sosial təcrid, ailə dəstəyinin zəif olması və yanlış dost çevrəsidir. Ona görə gəncləri yalnız maarifləndirmək kifayət etmir. Onları pozitiv, sosial mediyada təmin etmək də vacibdir. Narkomaniyaya qarşı mübarizə yalnız qanunla deyil, həm də maarifləndirmə, təhsil və valideyn dəstəyi ilə mümkündür. Məktəblərdə profilaktik dərslərin, seminarların keçirilməsi, psixoloqların iştirakı ilə fərdi məsləhətlərin təşkili gənclərin sağlam inkişafını təmin edir. Gənclərə sağlam həyat tərzi, idman, sənət və digər müsbət fəaliyyətlər təqdim etmək vacibdir. Hər bir gənc bilsin ki, həyatın mənası yalnız maddi asılılıqlarda deyil, birlikdə, dostluqda və məqsədli fəaliyyətlərdədir. Erkən nikahdan uzaq durmaq, təhsilə sadiq qalmaq və sağlam sosial çevrə yaratmaq gələcəyin açarıdır. Valideynlərin və müəllimlərin rolu əvəzsizdir. Onlar uşaqları maarifləndirməli, sağlam həyat tərzini təşviq etməli və müsbət nümunə olmalıdır. Sosial media, təhsil proqramları və ictimai təşəbbüslər də gənclərin doğru seçim etməsinə dəstək verir. Hörmətli dinləyicilər, unutmayaq ki, həyatın gözəlliyi seçimlərimizdədir. Hər birimiz gələcəyimizi formalaşdırmaq gücünə malikik. Narkomaniyaya yox demək, zərərli vərdişlərdən uzaq durmaq və erkən nikahdan qaçmaq həm şəxsi, həm də cəmiyyətimizin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Biz ağıllıyıq, güclüyük və öz həyatımızın mühəndisləriyik. Hər birimizin həyatı öz seçimlərimizdən başlayır. Sağlam dostlar seçmək, idmanla məşğul olmaq, təhsilə sadiq qalmaq və müsbət sosial fəaliyyətlərdə iştirak etmək həyatımızın ən qiymətli sərmayəsidir. Bugünkü verilişimizdə narkomaniyanın, erkən nikahın və zərərli vərdişlərin təsirini geniş şəkildə analiz etdik. Statistikalar və real həyat nümunələri ilə mövzunu canlı etdik. Ümid edirəm ki, təqdim etdiyimiz məlumatlar hər biriniz üçün faydalı oldu və sizə ilham verdi. Əziz müəllimlərimiz, sinif yoldaşlarım və dəyərli dinləyicilər, mən Milana Ağayeva sizə sağlam, məqsədyönlü və mənalı həyat arzulayıram. Həyatımızın hər anında doğru seçimlər etmək, gələcəyimizi parlaq etmək bizim əlimizdədir. Növbəti verilişimizdə görüşənədək.